Ay, Real, gidin o sıxışdıraq vuraq, yetim. O kim da dimdiyə oxşuyur. Ay, sən gedin vuraq. Aa gözdə görün. Ay, beşliyi düş görün. Nə deyirsə, çolupalar. Ay, yetim, gördün sənə deyir. Aa mən demir və sənə deyir. Ay, mənə demir, get bomba aşı vur aşı. Aa nəfər vurun. Ay, bu da düz zərbə vurdu. Vura bilməm axı. Ay, sən mən də vuram. Nətər eləyək? Ay, göz də görüm yetim. Yaxşı uşaqlar, dalaşmayın. Gəlin bura mən sizə söylədiyiniz zərbə vurmaq lazımdır. Sol ayağımızı qoyuruq qabağa, biraz bururuq içəriyə doğru. Ay sağ. Sağ ayağımızı da solun arxasına qoymuruq. Niyə? Çünki rəqib bizə zərbə vursa biz arxaya yıxıla bilərik. Təkan vermək üçün sağ ayağımızı da qoyuruq sağa. Ay sağ ol. Əllərimizi qoyuruq çəniyə və sol əlimizlə zərbə atarkən ayağımızı da atırıq qabağa. Bax bu vəziyyətdə və bədənimizi döndəririk. Qaydırıq öz yerimizə. Sağı vuranda isə sol ayağımızı bir balaca atırıq qabağa. Ay sağ ol. Sağı vuranda sağ ayağımızı da gətiririk, bədənimizi döndəririk. Afərin. Bu da oldu sizin üçün düz zərbələr. Oy da, qaqor ya, sən özün neylə məşğulsan? Çox ləzzətli başa saldın, yetim. Qaqa özüm belə orientaldan məşğulam. Arada göbək rəqsə, pul zad basmaq üçün. Prosta bu temaların hamısında Jack Chan kinosunda görmüşəm. Sən nə varsan qaqa? Oynayırdın elə bil. Nəysə belə şeylərə çox baş qoşmuyor uşaqlar. Davay.